Bu il Azərbaycanda qadın və kişilərin pensiya yaşı bərabərləşəcək. 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 olacaq. Kişilərin pensiya yaşında isə dəyişiklik olmayacaq. Bu hədd 65 ilə müəyyənləşib. Qeyd edək ki, əmək pensiyaları haqqında qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-ədək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2026-cı ilin iyulun 1-ədək hər il 6 ay artırılır. Pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan verilmədikdə isə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.